Salam hörmətli kəngərli müştəriləri. Bugün sizə quzu ətinin parçalanması, onun hissələrə ayrılmasını inşallah göstərmək istəyirəm. Bismillah, başlayırıq. Birinci, quzunun boş ətidir, boşluğudur. Onu ayıram, bir başqa hissələri qarışmamalıdır. Bu ayrılır, çanağı ayırandan sonra əgər kimsə istəyir o əti səliqəli alınsın, ona görə də qəssabın doğranışı ilə razılaşmalıdır. Bunun çanaq hissəsini ayrıca ayırırıq. Bu quzunun çanaq hissəsidir. Düz, çanaqlı. Çanaqlı. İkinci but. İkinci but. Təmizlik. Ancaq və ancaq kəngərlidə bütün zirzibil, qanlı yerlər, damarlı yerlər, ilik, jilka, hər şey ayrılır, müştəriyə təqdim olunur. Yəni, mən dəqiq bilirəm ki, başqa dükanlarda bu əti belə heç bir yerdə belə satmırlar. Ancaq və ancaq bu 4 para eləyirlər, bu formada tərəziyə qoyurlar. Amma bizdə elə deyil. Bizdə bax, bütün ispikləri ayrılır. İspikləri ayrılır. Bu haram. Haram. Ayrılır zibil yeşiyinə. Baxın. Mən xahiş edirəm, axıra kimi baxın, diqqət edin. Biz əti müştərilərimizə necə veririk? Çox adam başı çıxmadığına görə elə belə də olmalıdır. Amma əslində belə olmalıdır. Qol. Quzu qabırğasından qolun ayrılması. Qol. Quzunun qabaq qolu. Quzunun qabaq qolu ayırandan sonra burada vəz var. Bunu hər kəs çıxartmır. Bilin və agah olun. Bax, zibil mənbəyidir, mikrob mənbəyidir. Mikrob mənbəyidir. Göstərir və görsünlər. Bu ayrılmalıdır. Bunu müştəriyə vermək olmaz. Haramdır, günahdır, zərərdir, xəstəlikdir. Bunu satmaq olmaz. Tullantıya. Kəngərlidə quzunun piyləri də belə təmizlənir. Təmizlənir. Piyləri də belə müştəri ispiyi adlanır. Bu donan şeydir. Bu satlası bir şey deyil. Baxın, kullandı. Bizim qurt yeməzidir. Bu da satılmaz. Plançək zəhmət olmasa. Kimsə istəsə boyun hissəsini qazan yeməyinə də qoya bilər, verə bilər. İstəsəz, o qədər gözəldir ki, kebaba da gedə bilər. Mən hal-hazırda bunu qazan yemək üçün də orada çünki sifariş var. Qalan hissələrini kebaba inşallah doğrayırıq, siz də baxacaqsınız. Kebablıq. Bəziləri var, bu qol ətinin, bu qoldur. Qolun lapatkasıdır, masasız lapatka. Bəziləri var, bunu qazan yeməyinə verir. İnsanlar var, kebabda xoşlayır. Mən bunu bugün kebablıq doğrayacağım. Bir sözlə deyim ki, bəzən görsən ki, çöldə, bayırda, küçədə, yolun qırağında, nə bilim, natəmiz yerlərdə heyvan kəsirlər, dana kəsirlər, quzu kəsirlər. İnsanlar elə həvəsinə alırlar ki, eybi yoxdur, alsınlar, amma xahiş edirəm ki, tələb eləsinlər. Təmizlik ilk növbədir. Kəngərlidə hər şey qaydasında, tərtəmiz, gül kimi, səliqəli qəssablarımız, qardaşlar, hamısı səliqəli, gül kimi insanlara nətər qarşılayırlar, gəlib bir görsəz,
Ondan sonra qiymətləndirərsiniz. Bir-birində ad çəkmirəm, amma müştəriden karşılayım, gəlsin özü görsün. Burada müştərilərinizi qarşılayırlar, qəssablar nəsə qarşılayırlar, özləri şahid olsunlar.